Salam aleykum dostlar, hər vaxtınız xeyir olsun. Necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Sizlərlə birlikdə bugün mükəmməl bir videola qarşınızda olacağım. İnşallah buradan ayrıq YouTube ellərin hesablarını incələyirik. Kanala çox az dəstək gəlir inşallah. Kanala abunə olub like atmağı unutmayın da. Bir dənə kim baxdısa like atıb abunə olsun da. İnşallah ola bilər ki, bəzilərinin hesablarını incələməyəm. Gələn videoda incələyəcəm. Hamı aidlərini buraxsın yoruma. Uşaqlar, gəldik çatdıq ilk hesabımıza. Burada Azılı Pələng Yatın hesabını görürsünüz. Yəqin ki, bunu hamınız tanıyırsınız. X9 regiment klanının lideridir. 59 səviyyədə 14 dəfə BR dərəcəli qəhrəman olub. 2 dəfə usta olub S-də. 7 dəfə də qəhrəman olubdur. Burada P90 ev olaraq kuşanıbdır. Gülmə ifadəsi və yanında 2 dənə ifadə ilə qoyubdur profilə. Belə bir kombini var. Qəşəng kombini var. Xoşuma gəlir. Belə bir paketi var. Nədir? Kostümü var. Bu dəyərli kostümlərdən, ot kostümlərdən biridir. Amma oyuna bir dəfə də qayıtmışdı. Təzəliklərdə olubdur. Yumruqları var. Belə X9 regiment top no 1 baba ilə zor yarışırlar. İnşallah belə qəşəng hesabı var. Keçək digər hesabımıza. Bir də puanlayıram bu hesabları. Mən buna 10 üzərindən 8 verirəm. 8. İnşallah digər hesabı görürsünüz. Burada X9 Azılı Player Yatın hesabıdır. Bu da X9 regiment klanındandır. Belə bir həmişəki kimi. Yəqin ki, bu kombini hamınız tanıyırsınız. Belə bir kombini var. 3 dənə ifadə burada kuşanıbdır. X9 regiment top mobil qalan X9'lar boş şeydir. Belə boya pasdan gələn 2 dənə kostümü var. 57 səviyyədir. 7 dəfə qəhrəmanlıq S dərəcəli emblem var. 2 dəfə usta var. Bir dənə də BR-də usta olubdur. 7 dəfə. Çox qəşəng hesabdır inşallah. Xoşuma gəldi. Belə. Buna neçə verək? 10 üzərindən 7 veririm dostum sənə. İnşallah gəldik digər hesabımıza. Bu hesab Sefof'un hesabıdır. 68 səviyyədir. Çox mükəmməl bir dənə kombini var. Xoşuma gəldi. Gülmə ifadəsi və yanında 2 dənə ifadə bura qoyubdur. Doğuşan seti də var. Allah. Belə bir qəşəng seti var. 19 dəfə bədil dərəcəli qəhrəman. HD isə 21 dəfə. Çox super hesabdır, yəni xoşuma gəldi. 68 də səviyyəsi var. Çox qəşəng. Neçə verək? 8,5. 8,5 da sənə verirəm. Bəli, digər hesabımız uşaqlar Oksigen FF'nin Oksigen Prime'ın hesabıdır. Uşaqlar hesaba baxdığımızda mükəmməl görükür. 81 səviyyədir. 21 dəfə usta oyda. 21 dəfə usta, bir dəfə ortada qəhrəmanlıq qoyulmuşdur. Çox zordur hesabdır. 20 dəfə də BR dərəcəlidə. İnşallah belə atölyeləri var. OMP-nin atölyesi var. AVM-nin atölyesi var. M14 deyəsən 7 səviyyə M14. AK-47 də maxdır M14-də. Mələk şalvarların hamısı var. Bax, kofta ən old koftalardan biridir. Oyuncumuz da görürsünüz içerik üreticisidir. Qəşəng, çox zor hesabdır. Çox bəyəndim. Neçə verək buna? Freshop kralındandır. 10 üzərindən 10. Yəni 10 üzərindən 10. Uşaqlar, digər hesabımız isə Azılı Nihatın hesabıdır. 46 səviyyədir. 3 dəfə qəhrəmanlığı var. 2 dəfə usta olubdur. 3 dəfə də BR-də qəhrəman olubdur. 1, 2, 3, 4, 5, 6 ayın hesabıdır. 6 ayın hesabı olmağına baxmayaraq 46 səviyyə çox yaxşı bir performansdır. MP5 silahı var, belə desəni var. OMP. Burada 2 dənə ifadə qoyubdur. 2 dənə də bir set qoyubdur. Yəni normal. Azılı Krallar klanındandır.
Hətta Azlıq Krallar klanının lideridir. Yaxşı hesabdır, pis deyil. Mən sənə 10 üzərindən 5 verirəm. Aha, gəldik belə bir hesabımıza. Vantek Aziyatın hesabıdır. Çox zor hesabdır, yaxşı hesabdır. Prime 3'dür. Belə bir ifadələr kuşanıqdır. Yaxşıdır. Bir dənə tam sınavası və yumruq desəni var. 9 dəfə kahramanlıq, 2 dəfə usta. Burada da 9 dəfə kahramanlıq. Nə qədər hesabı görək? 1, 2, 3, 4, 5, 6. Hardasa 1 il 9 aydır ki bu hesab var. Normal hesabda 60 səviyyədir. Normal yəni yaxşı hesabdır. 9 regiment klanlandır. Belə bir kombini var. Qəşəng. Mən sənə 10 üzərindən 7 veririm. 7 yarım. Aha, gəldik digər hesabımıza. S1 Zarona'nın hesabıdır. YT Creator klanlandır. Yəni öz klandır. Gəlib kasa bilərsiniz. Burada Prime 2'dir. 14 dəfə kahramanlığı var, qəşəngsən. 3 dəfə usta olubdur. Belə dərəcədə 13 dəfə kahramanlıq var. Belə ifadələr qoyubdur. İşte hesabdır. Gedib takip edin. Amızı spiatı 7. Burada 2 dənə buz var. Olsuz var. Qara gözü var. 2 dənə patana qoyubdur. Boya paslara baxanda açılmayıbdır, amma oynanılıbdır. Yaxşı hesabdır. 10 üzərindən belə də 6 yarım 7 verirəm. 7. 10 üzərindən 7. Uşaqlar, digər hesabımız FFEAL7'nin hesabıdır. Görürsünüz burada. Belə bir kombini var. Qəşəng kombini var. 73 səviyyədir. 23 dəfə kahraman olubdur. 5 dərəcələrdə də elə böyük ustada olubdur. Qəşəng hesabdır. O evolardan 1, 2, 3, 4, 5 evosu var. Bayraq ifadəsi. Yumruq var. Evodu deyəsən. Yumruq evosu var. Burada 2 dənə kanunsuz var. Belə də bir kombini var. Evo Max'lar var. 2 dənə Evo Max var. Qəşəng hesabdır. 73 səviyyədə S57 akademik klanlandır. Klanın lideridir. Mən sənə 10 üzərindən 9 verirəm. Digər hesab VV Salihin hesabıdır. X9 Miraslerin oyuncusudur. Burada ifadələrin kuşanıqdır. Old ifadələrdən var. Sayonara boy ifadəsindən. 14 dəfə kahraman olubdur. Belə dərəcədə də 11 dəfə. 59 səviyyədir. Bir dənə də like atırıq. Boya pas dövründən oynuyor. Qəşəng emulatordan oynayır özü. Qəşəng hesabdır. Sənə verirəm 10 üzərindən 7. Uşaqlar, videomuz çox uzun oldu. Videomuz bura qədər idi. Kanala abunə olub like atın. Əgər ki kimisə hesabını incələməmişəmsə üzürlü sayın. Yəqin ki yadımdan çıxıbdır. Belə, abunə olub like atmağı unutmayın. Bunun part 2'sini istəyirsinizsə 15 like. Hələ ki çox istəmirəm, az istəyirəm. Sağ olun, uğurlar.